İngiltərənin Chelsea klubunun baş məşqçisi Enzo Maresca Çempionlar Liqasının əsas mərhələsində qarşılaşacaqları Qarabağın oyunlarını diqqətlə izləyəcək. Bu, növbəti maç üçün tam strategiya hazırlığının tərkib hissəsidir. Eportun məlumatına görə Maresca açıqlamasında sıx qrafiklə oynadıqlarını xatırladıb və hər maçın öncəsi təhlil və planlamanın vacibliyini vurğulayıb. Qələbə qazandığımız vaxt belə irəli baxmalıyıq. Liqa kubokunda Wolverhamptonla 4-3 qarşılaşmadan sonra təyyarədə və avtobusda Tottenhamin oyunlarını izlədik. İndi isə diqqətimizi Qarabağa yönəldəcəyik. Hər dəfə yeni nələrsə öyrənmək və növbəti maça tam hazır olmaq lazımdır. Qeyd edək ki, Chelsea Premier Liqanın 10 turunda Tottenhami 1-0 məğlub edib. London klubu noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Qarabağın qonağı olacaq. Bu qarşılaşma həm taktiki, həm də psixoloji baxımdan böyük önəm daşıyır. Marescanın hər detalı izləyərək komandasını strategiyaya uyğun yönəltməsi gözlənilir.